Son 5 il ərzində Kazım Kazımzadə və bu küçəyə paralel 4 ünvanda onlarla qəzalı ev sökülüb ki, yaxın vaxtlarda bu mənzil sahibləri yeni təmirli mənzillə təmin ediləcək. Lakin bir neçə sakin evinin sahəsinin az olması və düzgün hesablanmamasına əsas gətirərək söküntüyə razılıq vermir. Layihəni icra edən Lüks MTK hətta razılaşmayan sakinlərdən məhkəməyə də müraciət edib. Pul istəməmişəm. Mən ondan demişəm kvadraturamı biraz artırın verin və təmirinin pulunu istəmişəm. Mövcud şəraitlərinə uyğun olmayan, ondan sonra sahələrinə uyğun olmayan mənzil sahələri tələb edirlər. Fantastik qiymətləri tələb edirlər. MTK-dan şikayətçi olan Töhfə Əliyeva iddia edir ki, razılaşmadığı üçün şirkət onu başqa üsullarla hədiyyə məcbur edir. Şikayətçinin sözlərinə görə onun evinə bitişik olan digər evlərin söküntüsü ərazidə təhlükəli vəziyyət yaradıb. Bu ərazidə bir neçə il ərzində 200-dən artıq fərdi ev sökülərək yerində gələcəkdə elə bu ünvanda tikilmiş kompleksdə hazır təmirli sahiblərinə mənzil veriləcək. Söküntü ərazisinə daxil olan, lakin MTK ilə bu günə qədər razılaşmayan ailələr isə mənzil hüquqlarının pozulduğunu əsas gətirərək şirkətə evlərin sökülməsinə icazə vermirlər. Şikayətçi onda iddia edir ki, MTK tərəfindən evinin kvadratı düzgün hesablanmır. Bundan başqa, MTK ona hesablamalı olduğu kvadratdan əlavə 20% də vermək niyyətində deyil. Töhfə Əliyevanın sözlərinə görə, Kazım Kazımzadə 34 ünvanından köçürülən digər ailələr MTK ilə bazar qiymətlərinə uyğun razılaşsa da, şirkət onlara qarşı ayrı seçkili edir. 37-yə mən 40 kvadrata niyə razılaşmalıyım? Mən oturmuşam da bu cür. Mənə bu cür həyət verəcək rezidensidə, evimin qabağında. Bu cür şərait verəcək, mənə vermir axı. Razılaşma olmadan evindən çıxmayacağını deyən Töhfə Əliyeva, şirkət tərəfindən evinin qəzalı vəziyyətə salınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Yasamal rayon icra hakimiyyətinə də müraciət olunduğunu bildirir. Bəli, razılaşıb çıxan evlərin damını açır, dam örtüyünü açır və açanda oradan bir kubik düşüb mənim evimin damına. Mənim damım zəif olaydı və yaxud kiremit olaydı, ya şifer olaydı, o kubik evdə divanın üstündə idi. Bəs həqiqətən vətəndaşa məxsus evin kvadratı düzgün hesablanmayıb? 25 kvadrat faktiki sahəsi var və dövlətin reyestr xidmətindən də bir çıxarışı yoxdur. Buna baxmayaraq biz xanımla görüşlər keçirmişik bir neçə dəfə və müvafiq olaraq mənzil sahələri, deməli 40-45 kvadrat mənzil sahələri təklif eləmişik. Lüks MTK-dan bildirildi ki, razılaşmayanlar şirkətdən fantastik məbləğdə kompensasiya və mövcud kvadratdan artıq faiz istəyənlərdir. 45 kvadrat mənzil və əlavə olaraq əgər təmirsiz istəyərsə, təmir pulu və kira haqqın 2 illik, yəni cəmdə 25 min də pul əlavə təklif edir. Töhfə Əliyeva O ki qaldı, söküntü zamanı şikayətçi Töhfə Əliyevanın evinə zərər verilməsinə. İnti işləri həmən ərazidən xeyli aralıda gedir. Aldığımız evlər təbii sökülür, orada əl əməyindən istifadə olunur. Ona görə də evin tikintiyə görə qəzalı vəziyyətə düşməsi qeyri-mümkündür. Fövqəladə Hallar Nazirliyindən Space xəbərə verilən məlumata görə vətəndaşın evinin qəzalı vəziyyətə salınması ilə bağlı Nazirliyin müvafiq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. Bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq əlavə məlumat veriləcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.